Hörmətli müəllimlər, dəyərli valideynlər, əziz məktəb yoldaşlarım və gələcəyin işığı FM radiosunun hörmətli dinləyiciləri. Bugün efirə çıxan bu veriliş sadəcə bir tarix xatırlamaq məqsədi daşımır. Bu efir bəşəriyyətin intellektual inkişafında, elmi tərəqqinin sürətlənməsində və cəmiyyətlərin dayanıqlı gələcəyinin formalaşmasında mühüm rol oynayan bir mövzuya, qadınların və qızların elmdəki yerinə həsr olunur. Bugün 11 fevral qadınlar və qızların elmdə beynəlxalq günüdür. Mən Lənkəran rayonu Yuxarı Niyədi kənd tam orta məktəbin Orta Ümumi Təhsil Məktəbinin 6A sinif şagirdi Qurbanlı Samray. Bu əlamətdar gün münasibəti ilə hazırlanan xüsusilə radio verilişi ilə qarşınızdayım. Elm bəşəriyyətin inkişafına əsasən hərəkətverici qüvvəsidir. Tarixin bugün bütün mərhələlərində elmi biliklər insanın həyatının keyfiyyətini yüksəltmiş, cəmiyyətlərin sosial-iqtisadi inkişafını təmin etmişdir. Lakin uzun illər ərzində elmi fəaliyyət sahəsində gender bərabərsizliyi mövcud olmuş, qadınlar elmdə iştirakı müxtəlif sosial və mədəni maneələrlə məhdudlaşdırılmışdır. Buna baxmayaraq, elm tarixində qadın alimlərin adı silinməmiş, onların elmi nailiyyətlərini insanlığı ümumi inkişafın dəyərli töhfələr vermişdir. Qadınlar və qızlar elmdə beynəlxalq günü Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis edilmiş və əsas məqsədi qadınların elmi fəaliyyəti tam bərabər və manisiz çıxışının təmin olunmasına diqqət çəkməkdir. Bugün həm də gənc qadınların elmi fəaliyyəti tam bərabər və manisiz çıxışının təmin olunmasına diqqət çəkməmişdir. Bugün həm də gənc qızları elmi sahələrə maraq göstərməyə təşviq etmək, onların potensiallarını üzə çıxarmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Statistik məlumatlara əsasən dünya üzrə elmi tədqiqatçılar arasında qadınların payı təxminən 33% təşkil edir. Xüsusilə mühəndislik, informasiyası, texnologiyaları, fiziki və riyaziyyat kimi sahələrdə qadınların təmsilçiliyi hələ də arzu olunan səviyyədə deyil. Bu göstəricilər göstərir ki, elm sahəsində gender balansının təmin edilməsi üçün ardıcıl və məqsədyönlü tədbirləri ehtiyac vardır. Tarixə nəzər saldıqda qadın alimlərin elmi irsini nə qədər zəngin olduğunu aydın şəkildə görürük. Marie Curie fiziki və kimya sahəsində apardığı fundamental tədqiqatlara 2 dəfə Nobel mükafatına layiq görülmüş, elmin sərhədlərini genişləndirmişdir. Arda Lovelace müasir proqramlaşdırmanın əsasını qoymuş, elmi düşüncənin texnoloji inkişafa necə təsir göstərəcək biləcəyini sübut etmişdir. Bu nümunələr qadınların elmi potensialının məhdudiyyətsiz olduğunu bir daha təsdiqləyir. Azərbaycan elmi tarixində də qadın alimlərin xüsusi yeri vardır. Akademiklər, professorlar, tədqiqatçılar ölkəmizin elm və təhsil sisteminin inkişafında mühüm rol oynamış, gənc nəslin elmi dünya görüşünün formalaşmasına töhfə vermişdilər. Bugün Azərbaycan qadınları tibb, biologiya, kimya, pedaqogika, informasiya texnologiyaları və digər sahələrlə uğurlu fəaliyyət göstərirlər. Qızların elmi sahələrə yönəlməsində məktəbin rolu əvəzsizdir. Erkən yaşlarda etibarən yaradılan elmi mühit, düzgün istiqamətləndirmə və dəstək gənc qızların öz bacarıqlarına inanmasına şərait yaradır. Müəllimlərin təşviqi, ailənin dəstəyi və cəmiyyətin müsbət münasibəti bu prosesin əsas sütunlarıdır. Elmlərdə qadınların iştirakı yalnız gender bərabərliyi məsələsi deyil, eyni zamanda elmi nəticələrin keyfiyyətinin artırılması məsələsidir. Müxtəlif baxış bucaqları, fərqli düşüncə tərzləri və yanaşmalar elmi araşdırmaların daha obyektiv və əhatəli olmasını təmin edir. Bu baxımdan qadınların elmdə fəal iştirakı qlobal elmi inkişaf üçün strateji əhəmiyyət daşıyır.
Bugün qadınlar və qızlar elmdə beynəlxalq günü münasibəti ilə səsləndirdiyimiz bu fikirlər gələcəyə ünvanlanan bir çağırışdır. Bu çağırış elmi biliklərə marağı olan, hər bir qızın qarşısında duran maneələrin aradan qaldırılmasına, onların potensiallarının reallaşdırılmasına xidmət edir. Elm cinsiyyəti tanımır. Elm yalnız bilik, zəhmət və əzmkarlıq tələb edir. Əziz dinləyicilər, gələcəyin alimlər bugün məktəb partası arxasında əyləşən şagirdlərdir. Onların arasında elmin müxtəlif sahələrində böyük nailiyyətlərə imza atacaq qızlar da var. Onlara inanmaq, dəstək olmaq və yol açmaq hər birimizin məsuliyyətidir. Bugün biz elmin inkişafını töhfə verən, elmi düşüncəni cəmiyyətdə daşıyan və gələcək nəsillərə nümunə olan bütün qadın alimlərin dərin hörmət və ehtiramımızı bildiririk. Onların əməyi təkcə elmi nailiyyətlərlə deyil, həm də ilham verici həyat dolu ilə ölçülür. Gələcəyin işığı FM radyosunun efirindən səslənən bu verilişlə hər birimizin elmi biliklərə bərabər imkanlara və düşüncə azadlığına əsaslanan gələcəyə çağırırıq. Elmi aparan yol hər kəs üçün açıq olmalıdır. Mən Qurbanlı Samray, diqqətinizə görə təşəkkür edirəm. Gələcəyin İşığı FM radyosu ilə vidalaşır, hər birinizə elmə söykəyən uğurlu gələcək arzularına. Sağ olun, növbəti görüşlərə dək.